Montenegro'da daha bir turistik yerlerden biri. Terrasdayıq. Bura daha sakit, daha relaks bir yerdir. Yəni bura gəlməyə daha məsləhətdir. Üzdür, uşaqlı ailələr üçün gəlməyə o qədər məsləhət deyil. Çünki çox diklər var, dənizi çimmək üçün uyğun deyil uşaqlara. Ancaq romantik bir gəzinti üçün daha məqsədə uyğun bir yerdir. İndi drone olan kadrları qoyacaq, kadrda baxarsınız videodan. Yəni çox məsləhətdir. Bura gəldiyiniz zaman Peras yazın. Biz maşın götürdük. Maşınla Kotor yuxarı dağa çıxıb Montenegro, Sertsa Montenegro olan bir yer var. Oraya getdim birinci, sonra Kotor'a, sonra da Peras'ta. Yəni bir gün rentakarda maşın götürüb bu üç yerə gedə bilərsiniz. Qala haqqında danışmaq istəyirəm. Qalanın yaranması, yəni bura gələndə, bura çox düzdür, mən daha yaxın nəzərdə tuturdum ki, daha yaxın olacaq, amma daha yaxın deyilmiş. Biraz uzaqda da o dənizin içindəki qala. Onun yaranması haqqında danışmaq istəyirəm ki, yaranması deyilənə görə hər dəfə bir balıqçı hər dəfə balıq tutmaq üçün gedərkən daş atıb ora və o daşlar hər dəfə yığıla-yığıla böyük bir quru sahə yaranır və orada belə bir qala tikiblər. Yəni deyilənə görə belədir. Çox gözəl, biraz İtaliya havası yaradır bura, gəlmək məsləhətdir. İndi yolu səssiz olaraq çəkəcəm. Siz də baxın, özünüzü burada hiss edin və mənzərədən zövq alın. Marnilla X.